Salam Şahin TV izləyiciləri, hər birinizi xoş gördük. Biz bugün Ağcabədi rayon ərazi nümayəndəliyinin Sarzalı kəndinə gəlmişik və Sarzalı kəndində 350 kvadratdan ibarət olan çox gözəl bir obyektimiz gördüyünüz kimi satışa çıxarılıb və qiymət də çox münasibdir. Bütün sənədlər hər bir şey öz qaydasındadır və 120 kvadratlıq obyektimizin ambarı var arxa hissəsində və 12 kvadratdan ibarət olanda gözəl bir ofisimiz yerləşir obyektimizin arxa hissəsində və dəyərli izləyicilər, bu obyekti almaq istəyən real şəxs özü bizlə əlaqə saxladığı zaman biz özümüz gəlib burada obyektlə həmin insanı çox yaxından tanış edəcəyik və nəzərinizə çatdırım ki, obyektimizin qarşı hissəsində gördüyünüz kimi obyektimizin sahibinin öz əlaqə telefon nömrəsi də var. İstəsəniz bu nömrə ilə əlaqə saxlaya bilərsiniz və istəsəniz də bizim ekranda əlaqə nömrəmiz olacaq, ofisimizin əlaqə nömrəsi olacaq. Həmin o əlaqə nömrəsi ilə də əlaqə saxlayıb obyekt haqqında bütün məlumatları bizdən detallı şəkildə ala bilərsiniz. Və bir məsələni də nəzərinizə çatdırım ki, dəyərli izləyicilər, obyektimizin baş hissəsində gördüyünüz kimi 20 sotdan ibarət olan hazır qupçalı boş ərazi də satılır. Obyekt yeri kimi nəzərdə tutulmuş ərazidir. Və dəyərli izləyicilər, hal-hazırda keçək obyektimizin baş hissəsində yerləşən 20 sotdan ibarət olan əraziyə bir göz gəzdirək, görək ərazimiz nə vəziyyətdədir. Və dəyərli izləyicilər, gördüyünüz kimi ərazimiz bu gözəllikdə bir ərazidir. Və Ağdam rayonunun Quzanlı ərazi nümayəndəliyindən, düz mərkəzdən Ağcabədi rayonunun Hindaq ərazi nümayəndəliyinə gedən magistral trasının düz kənarında yerləşir. Bu gördüyünüz 20 sotdan ibarət olan ərazimiz. Yenə deyirəm, bu ərazi ilə bağlı kim bizə müraciət eləmək istəsə, bizim ekranda əlaqə nömrəmiz olacaq. Həmin o əlaqə nömrəsi ilə əlaqə saxlayaraq ərazi haqqında da bizdən detallı məlumatları ala bilərsiniz. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirik.